Salam, hər vaxtınız xeyir. Bugün Azərbaycan Xalq Cümhuriyyətinin inzibati ərazi quruluşunu xəritə üzərində öyrənirik. Öncəliklə Azərbaycan Xalq Cümhuriyyəti quberniya və qəzalardan ibarət idi. Bu quberniyaların ən böyüyü Bakı quberniyası idi. Bakı quberniyasının ərazisi təxmini bu hissələrdir və içərisində qəzalar yerləşir. 1 olaraq qeyd elədiyimiz Bakı qəzası, 2 Şamaxı qəzası, 3 Quba qəzası, 4 Nuxa yəni Şəki qəzası, 5 Ərəş qəzası, 6 Göyçay qəzası, 7 Cavad qəzası, 8 olaraq qeyd etdiyimiz isə Lənkəran qəzasıdır. İkinci quberniyamız Zaqatala quberniyasıdır. Zaqatala quberniyasının ərazisində qəza yerləşmir, ərazisi kiçik olduğuna görə. Daha sonra baxaq Gəncə quberniyasına. Təxmini ərazisi bu hissələrdədir. Tərkibində 2 dənə qəza yerləşir. 9 Gəncə qəzası, 10 Qazax qəzası. Daha sonra keçək Qarabağ General Qubernatorluğuna. Onun da təxmini ərazisi bu hissələri əhatə eləyir. 11 Zəngəzur qəzası, 12 Cavanşir qəzası, 13 Şuşa qəzası, 14 Cəbrayıl qəzası yerləşir. Və sonuncu Naxçıvan General Qubernatorluğunun ərazisinə baxaq. 15 Naxçıvan qəzası, 16 Şərur Dəryaz qəzası. Burada gördüyünüz bu hissələr, bunlar mübahisəli ərazilər sayılır.